Salam aleyküm, hardayam? Qobu, Lökbatan yoldayam. Kupçalı. Evin də kupçası var, torpağın da kupçası var. Qiymət əla. Şəxsi tikili evdir. Bir dənə nə lazımdır bu evə? A boy. Özü saxlayıb ki, deyir alıcı öz zövqünə uyğun şəxsi tikili evdir. Prosta özünə uyğun deyil, bir də pulunu çatmaqda yana boyun vurmağa. İndi kim alsa özü üçün vura bilər. Kurqovoy qoşar, daşdır, qazı, suyu, işığı, yəni hamısı var. Şotçikləri var, tam sənəddə al. Bu gün düş, evin üstünə qeydiyyata. Baxın, hər yan qoşadaşdır. Hər tərəfdən pəncərələr gözlənilir. Zavar arası məsafə gözlənilir. Yəni ev çox yaxşıdır. Bax qapıları, Avropa qapılarıdır, qara zamokdan. Burada bir dənə çox böyük. İstəsəz zal buranda eləyə bilərsə oranda. Demək olar ki, ikisinin də kvadratı genişdir, eyni kvadratdır. Qiymət əladır. Qiymət haqqında məlumat verəcəm, çölə çıxan kimi olur. Burada da bir dənə yataq otağıdır. Ölçülər yaxşıdır, qiyməti hamısından yaxşıdır. 6 sotda da verir, 3 sotda da verir. Sizə necə cibinizə uyğundursa, elə də ala bilərsiniz. Burada da hamam sanuzeydir, onun da aksesuarları qoyulub, tam təmirdir. Buna bir dənə nə lazımdır evə? Bir dənə emulsiyasyonla, bir də ki aboyları. Həyət bacayı bax, çox genişdir. 3 sotda da verir, 6 sotda da verir. Onu başa salım necə verir? 3 sot orada əlavə həyətidir, onun xodu oradandır. Ayrı-ayrı xodlardır. Bir dənə belə göstərək. Varatası orada, bunun varatası ayrı, onun varatası ayrı. Plus da 3 sotda almaq istəsin, bunun zaborla çəkib, qaldırıb göyə verəcək. Özü öz tərəfindən eləyəcək onu. İstəsin torpağı da alıb qata bilərsən. Yəni torpaq böyük pula demir də. Əgər kisim bir yerdə alsın, ya 3 sotda qiyməti 46 minədir. Düzü də indirim var amma evin üstündə. 6 sotda 10 minin üstünə gəl elə bil. 3 sotu neçə düşəcək sənə? 10 minə. Nə verərlər heç nə. 56 minə düşür də. Qiymət əladır. Bu qiymətə sənədli, sübutlu ev tapmaq çətin məsələdir. Gəl aldı, nəyi fikirləşsə. Kim də evini satırsa xəbər eləsin, tez vaxtda yoluna qoyağın. Hər qiymətə əldə evlərimiz var. Sağ ol.